65 min manata təklif olunan belə bir gözəl bir məhəlləsi olan və bu məhəllədə satışda olan evlərin içərisində cəmi bir ədədi qalmış sizlərə kupçalı, 3 otaqlı, yerdən kürsülü bir həyət evini təqdim edirəm. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Masazır qəsəbəsində Cantəpə adlanan ərazidə 142 və 569 nömrəli marşrut dayanacaqlarının yaxınlığında yerləşən və hündür yerdə belə bir 3 otaqlı həyət evi satılır. Evimiz deməli Məmməd Əmin Rəsulzadə küçəsində yerləşir. Asfalt yoldan hardasa 50 metr yolu, baxın belə bir şebilli qruntavoy yoldur. Qalan yolu asfaltdır. Hündür yerdə yerləşir və bir neçə istiqamətə alternativ çıxışı olan bir ərazidədir ki, Masazırın daxilinə, yəni 6 nömrəli məktəbə və Respublikası qay istiqamətində çıxışı olan bir yerdədir. Bu belə bir xarici görünüşü var. Bu evin üstünlükləri çoxdur. Evin ön hissəsi, yan hissəsi yoldur. Bütün pəncərələrin qayısı açıqdır. Yəni belə ev tapmaq çətindir. Evlər arasında məsafə qorunub, hündür zirzəmisi var, paket damdır. Fundamental tikilişə malikdir. Mərtəbə sonunda kəməri atılıb, çornu polu vurulub. Həyətyanı sahəsinə rahat şəkildə bir avtomobil daxil ola bilir. Kanalizasiyası mərkəzidir və kommunallarda daimidir. Yerdən 6 daş kürsüdədir. Belə bir görünüşü var. Bir ədəd qalıb burada bu evlərdən. Bir ədəd qalıb və keçə evimizin daxili hissəsi ilə də tanış olaq. Kvadrat daxilinin kvadratına görə digər bu qiymətdə təklif olunan evlərin içərisində ən geniş sahəyə malik olan evlərdən biridir. Baxın, evə daxil olduqda dəhlizi kifayət qədər genişdir. Yəni dar, uzun dəhlizlərdən deyil. Rahat şəkildə bura istənilən paltar şkafını yığdıra bilərsiniz. Dama çıxış qoyulub. Bütün otaqlarda pəncərələrin qayısı açıqdır və bunu xüsusilə qeyd etmək istəyirəm ki, yəni pəncərəni açdıqda divarı görmürsən. Döşəməsi polluq taxtadır, evin qonaq otağıdır, çölə baxan pəncərələr şəbəkə pəncərədir. Bütün kommunalları çəkilib, kombi sistemi çəkilib, hazır vəziyyətdədir. Burada isə yerləşir, baxın, mətbəx. Belə bir mətbəxi var və birinci yataq otağı. Təmirdə səliqəlidir, yeni təmirdən çıxmış bir evdir. Bura evimizin birinci böyük yataq otağıdır. Evimizin ikinci yataq otağı. Belə bir yataq otağı var. Təmir səliqəlidir. Yaxşı evdir. 65 min manata deyilir. Ünvan Masazır qəsəbəsindədir və hamam otağı. Hamam otağında aksesuarları gördüyünüz kimi quraşdırılıb. Alan şəxs mətbəx mebelini, kombisini alıb quraşdırıb yaşayacaq. Qiymətdə razılaşsaz, mətbəx mebelini quraşdırmaq mümkündür. Yəni evin üzərində istəsəz, qiymətdə razılaşsaz əgər mətbəx meblini yığdırmaq mümkündür. Çox gözəl evdir, dəyərli izləyicilərimiz. İzlədiyiniz üçün sağ olun.